Verilişin baş sponsoru Kalsi D3 Nikamed. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. CBC Sport'a baxırsınız dostlar. Ay Həkim davam edir. Studiyada Doktor Tutu Zeynalıvadır. Bugün təcili tibbi yardım əməkdaşlı qonağımızdır. Biz bayram günlərində, tətil günlərində rast gəlinən təcili situasiyalardan və bu vəziyyətlərdən çıxış yolları haqqında danışırıq. Qonağımız Respublika Təcili Təxirə Salınmaz Tibbi Yardım Mərkəzinin Sabunçu rayon təcili yardım bölməsinin həkim anestezioloq reanimatoloqu Doktor Emin Xuduludur və biz yüksək təzyiqdən danışırdıq ki, deməli həkim gələnə qədər pasiyentə, yəni xəstəyə kaptopril verməyimizin məqsədi yarana biləcək fəsadın qarşısını almaqdır ki, xəstə həkim gələnə kimi insult keçirtməsin. Belə loro dildə desək, mən xalqın dilindən danışıram. Onda belə bir sual çıxır ki, yaxşı, təzyiq düşdü, həkim niyə gəldi? Həkim nə edəcək gələn həkim? Məsələ nədir? Deməli, xəstələrə təcili yardım briqadası gələnə qədər kaptopril verməkdən məqsədimiz baş verə biləcək fəsad riskini azaltmaqdır. Bu məsələnin birinci tərəfi. Məsələnin ikinci tərəfi, təcili yardım həkimi gələnə qədər həmin kaptoprilin təsiri nəticəsində xəstənin təzyiqi stabilləşərsə, bu artıq təcili yardıma ehtiyac yoxdur anlayışına gəlmir. Çünki təzyiq yüksək qalxdıqda xəstənin ciddi bir şikayəti olmasa da belə, bu xəstə təcili yardım həkimi tərəfindən ilkin nevroloji müayinədən keçirilməlidir. Dəyərləndirilməlidir. Bəli, dəyərləndirilməlidir. Fərz eləyək ki, bir qism xəstələrimizdə bu daha çox özünü göstərir. Xəstənin təzyiqi ölçülür. Məsələn, 180 civarında bir təzyiqdir. Xəstəyə bildiririk ki, ciddi bir şikayətiniz varmı? Xəstə bildirir ki, yox. Biz başa salırıq ki, xəstəyə ki, təzyiqiniz çoxdur. 180 artıq ciddi bir hipertoniyadır. Xəstə isə müəyyən səbəblərdən bunu norma kimi qəbul edir. Həkim, mən artıq buna öyrəşmişəm. Mənim həmişə təzyiqim 160-170 olur. Mənim işçi təzyiqim budur. Mən bu təzyiqdə özümü yaxşı hiss eləyirəm. Bu xəstə tərəfindən dəyərləndirmədir. Amma bizim tərəfimizdən dəyərləndirmədə bu xəstənin bu təzyiqdə riski çox böyükdür. Baş verə biləcək hər hansı bir koronar hadisə, beyin-qan dövranı hadisəsi və ya daha ciddi hallarda daha ciddi problemlərlə üzləşə bilər. Ona görə də təzyiq düşdüyü halda həkimə ehtiyac yoxdur yanaşması doğru deyil. Mən xəstəni dəyərləndirməliyəm və klinik tibbi nöqteyi nəzərdən əmin olmalıyam ki, hal-hazırda bu xəstədə ciddi bir fəsad yoxdur. Bu halda həkim yardım etməyə bilər, əgər buna bir göstəriş yoxdursa, amma ilkin dəyərləndirmə mütləq aparılmalıdır. Hansı preparatları istifadə etmək olmaz? Nə etmək olmaz təzyiq xəstəsinə? Çünki bəzən görürük ki, aspirin verirlər, nitrogliserin verirlər, nə bilim, damarından qan almağa çalışırlar və s. Bunları biz görürük. Yəni, daha çox siz görürsünüz. Mən anestezioloq, reanimatoloq ixtisasında 20 il öncə sağollaşdım internadan sonra, təəssüf ki, bu başqa mövzudur. Nə etmək olmaz təzyiq xəstəsinə? Təzyiqi yüksək olan xəstələr üçün tövsiyələr olduğu kimi müəyyən dərəcədə şərti və ya mütləq qadağalar da var. Misal üçün? Məsələn, təzyiqi yüksək olan xəstənin əgər rəqəm 180-dən çoxdursa, bu xəstələrin istənilən bir qan duruldurucu preparatı qəbul etməsi qəti qadağandır. Çünki bu və ya digər damar hövzəsində ciddi bir qanama riski yaradır. İkinci bir məsələ. Təzyiqi yüksək olan xəstələrdən qan alınması proseduru artıq tarixə qovuşub. Bu prosedur müəyyən klinik fizioloji effektlər versə də, amma tədqiqat olaraq bunun klinik effekti sübuta yetirilməyib. Hətta bir qism xəstələrdə əvvəldən qan dövranı problemi olan xəstələrdə isə daha ciddi problemlərə yol açırıq. Bu artıq tarixi bir effektdir. Üçüncü bir məsələ, xəstələrin, xüsusilə də kardioloji problemi olan xəstələrin əl altında nitrogliserinin olmasıdır.
Biz bilirik ki, nitrogliserin preparatı, bunu bir qism kardioloji xəstələr də bilir, təzyiqi salır. Digər təzyiq dərmanlarından ciddi bir fərqi odur ki, nitrogliserinin təzyiqi salmaq xüsusiyyəti, hipotenziv effekti çox sürətlə baş verir. Bəzi xəstələrdə isə buna həssaslıq olarsa, bu təsəvvür eləyin ki, 5-6 saniyə vaxt alır. 5-6 saniyə ərzində xəstənin təzyiqi 200-dən 0-a düşə bilər. Bu da Həyatı təhlükə. Bəli, bu da klinik ölüm başda olmaq şərti ilə çox ciddi həyat təhdidi yaradır. Dəfələrlə çağırışlarda bundan üzləşmişik. Ən belə deyək, xoşa gəlməz, arzu olunmaz tərəfi də budur ki, bəzən bu hallarda təzyiqi yüksək olan xəstəyə nitrogliserini verən özünün nitrogliserini olan başqa bir xəstədir. Mənim də təzyiqim olur. Həkim mənə bildirib ki, bu hallarda nitrogliserin qəbul eləmək lazımdır. İçən kimi düşür. Bəli, nitrogliserini sənə verim, təzyiqin düşəcək. Bəzi hallarda təəssüf ki, müraciət zamanı ünvana çatdıqda artıq iş işdən keçmiş olur. Yəni faciə bir sonluq olur. Amma bir mənalı şəkildə istər xəstələr, istər ətrafında olanlar, ümumiyyətlə tibb təhsili olmayan şəxslər nitrogliserindən maksimum uzaq durmalıdır. Çünki təzyiq salmaq xüsusiyyəti nitrogliserinin klinik əsas xüsusiyyəti deyil. Bu onun yan təsiridir. Anladım. Yəni xəstələr Əlavə onun təsiridir. yan təsirindən əsas effekt kimi istifadə etdikdə faciəvi sonluq olur. Aydındır. Təşəkkür edirəm. Və Siz bir məsələ də var ki, Buyurun. əminəm ki, sizə də bu sualı verirlər gələndə, çünki biraz zaman keçirdiniz ailə üzvlərini. Bu təzyiq ölçən cihazdır, təzyiq aparatı. Bəli. Hansı yaxşıdır? Elektron yaxşıdır, yoxsa dədə-baba qaydasından ölçüm daha yaxşıdır? Çünki bəzən görürsən fərq olur və bəzən olur ki, xəstə həyəcanlanır, təzyiq biraz daha Bəli. yüksək göstərir və yaxınları deyir ki, bu elektron aparatlar işləmir, bu doğru deyil, buna inanma. Bu da əslində çaşqınlıq yaradır ki, əslində Bəli. təzyiq çox yüksək ola bilər, aparat az göstərə bilər və yaxud aparat çox göstərər, təzyiq əslində çox elə də yüksək olmaz və təzyiq salıcı dərmanlar mənfi təsir edə bilər. Bəli. Hansına inanaq, hansını alaq? Məsələ nədir? Ümumiyyətlə təzyiqin ölçülməsi proseduru, yəni tonometriya prosedurunun ümumiyyətlə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tərtib olunmuş qaydası var. Aha. Bu qayda həm tibb işçilərinə aiddir, həm də bu prosedurun aparılması qaydası xəstələrə aiddir. Tonometriyanın aparılması üçün bir neçə vacib məqam var. Birinci vacib məqam budur ki, xəstə ən azı 5-10 dəqiqə müddətində sakit istirahət vəziyyətində olmalıdır. Məsələn, şəxs pilləkənlə çıxır, bir neçə mərtəbəni çıxır, gəlib evə oturur. Oturan kimi deyir, mənim təzyiqimi ölçün. Ölçürlər, təzyiq yüksəksən. Təcili yardım çağırırlar, həyəcan baş verir, panika yaranır. Təcili yardım gələnə qədər 15-20 dəqiqə vaxt keçir. Bu 15-20 dəqiqə müddətində xəstə oturduğu üçün sinir sistemi Sakitləşir. kifayət qədər sakitləşir. Təcili yardım gəlib təzyiqi ölçür, məsələn 130. Və burada həkim tərəfindən haqlı irad 130 təzyiq, amma həkimə məlumat verir xəstə ki, yarım saat bundan əvvəl 180 idi. Bu məsələnin birinci tərəfi. Xəstə mütləq 5-10 dəqiqə müddətində dincəlməlidir. İkinci məsələ. Xüsusi energetik tərkibə malik içkilərin qəbulundan sonra təzyiqin ən azı 2 saat ərzində ölçülməsi doğru deyil. Bura aiddir tünd çay, bura aiddir kofe, bura aiddir energetik içkilər və ümumiyyətlə tərkibində kofein olan içkilərin hər biri. Alkoqol necə? Alkoqol da həmçinin. Həmçinin. Ona görə də bu içkilərin qəbulundan sonra olan təzyiqin ölçülməsində təbii ki, rəqəmlər səhv olacaqdır. Tütün İkinci- məhsulları bəs Bəli. aiddirmi bura? Siqaret. Bəli, bir mənalı Siqaretdən şəkildə. sonra da damarlar Bir daralır mənalı bildiğim şəkildə, qədərilə. bəli. Biləsiniz ki, tütün məmulatlarının qəbulu bir siqaretin çəkilməsindən sonra təxminən 15-18 dəqiqə müddətində bütün damarlar spazm vəziyyətində olur. Bu spazmın götürülməsindən sonra isə orqanizmin tam sakitləşməsi üçün mən danışdığım, bildirdiyim yalnız bir ədəd siqaretdir. 45 dəqiqə müddətində orqanizm özünə gəlir. Bu da həmçinin təzyiqin ölçülməsində yanlış nəticəyə gətirib çıxardır. Növbəti bir məqam təzyiqin ölçülməsi ilə bağlı
hansı qolda ölçüləcəksə, o qol mütləq üst geyimdən azad edilməlidir. Əgər üst geyim kifayət qədər dardırsa, kipdirsə, göstərilən ölçüm səhv olacaqdır. Növbəti məsələ sizin toxunduğunuz elektron və ya civəli manometrlərdən istifadə olunmasıdır. Elektron tonometrlərin özünə məxsus xüsusiyyəti ondan ibarətdir ki, bunlar elektron sistem olduğu üçün hədsiz dərəcədə həssasdır. Xəstənin emosional sferası, xəstənin oturduğu halda hətta vəziyyətini belə dəyişməsi, qolunu tərpətməsi, üst geyiminin olub-olmaması elektron tonometrlərdə təzyiqdə fərqli nəticələr göstərir. Maraqlıdır. Ona görə də elektron tonometrlərlə bağlı xəstələrin bilməli olduğu nədir? Ətraf mütləq qol, bazu nahiyəsi üst geyimdən azad edilməlidir. Xəstə təxminən 10 dəqiqə, 15 dəqiqə müddətində ya oturmalı, ya uzanmalıdır. Tam sakitləşməlidir. Bəli. Bu halda elektron tonometrlə ölçülməlidir. İkinci tövsiyəm, elektron tonometrlə ölçümdən sonra ən azı 10 dəqiqədən sonra təkrar ölçüm aparılmalıdır. Ard-arda ölçmək olmaz. Bəli, ard-arda ölçmək olmaz. Bu ard-arda ölçmək özü bir klinik effekt yaradır, emosional effekt yaradır. Bəzən olur ki, müraciətlər sırasında xəstə bildirir ki, doktor, son 1 saat ərzində 8-9 dəfə ölçmüşəm, təzyiqim arta-arta gedir. Bu artıq sırf emosional məsələdir. Bu halda xəstənin hər dəfə bu rəqəmi görməsi onun emosional sferasına təsir edir. Bu mənim anamda baş vermişdi. Çox uzağa getmirəm. Evdə tək olduğu vaxt ölçüb təzyiqini görüb yüksəkdir. Yüksəkdir. Burada məni çağırıb, burada təcili yardım çağırıb. Hamı gələndən sonra oturdu ki, hər şey yaxşıdır, təzyiqi düşüb. Biz başa düşdük ki, burada emosional o tək olduğu üçün qorxub ki, birdən mənə nəsə olar. Və sonra ölçdük ki, hər şey yaxşıdır, hər şey qaydasındadır. Elə də yüksək deyilmiş təzyiqi. O da yəni ard-arda ölçmüşdü. Yarım saat ərzində səhv etmirəmsə 5-6 dəfə ölçmüşdü. Sən demə, bu da təzyiqin nəticələrinə təsir edir. Bu məsələ çox aktual məsələdir. Bilirsiniz, necə ki biz deyirik, diabet xəstələri özü haqqında oxumalıdır, məlumatlı olmalıdır, maarifləndirilməlidir. Bu deyərdim ki, bütün xəstəliklərə aiddir. Hipertoniyası olan xəstələr də öz xəstəliyi barədə, təzyiqin ölçülməsi barədə, nəyi etmək olar, olmaz, bu barədə maariflənməlidir. Sualınızda qeyd elədiniz ki, bəs təzyiq xəstələrinə nə olmaz? Nə etmək olmaz? Bəli. Təzyiqi yüksək olan xəstənin qan duruldurucu preparatlar istifadə etməsi qadağandır. Təzyiqi yüksək olan xəstənin nitrogliserin və ya nitrat qrupu olan fərqli adlarda ola bilər, amma molekula olaraq nitrat preparatı istifadəsi qəti şəkildə qadağandır. Bu həyat təhdidi yaradır. Üçüncü məsələ, təzyiqi yüksək olan xəstənin yataqda düz halda uzanması, tam üfüqi şəkildə uzanması məsləhət deyildir. Başını qaldıraq. Tövsiyə olunmur, bəli. Mütləq başının altı təxminən 35-45 dərəcəli buzaq altında qaldırılmalıdır. Növbəti məsələ, təzyiqi yüksək olan xəstələrin ayağını vanna etməsi icazə veriləndir, lakin burada da bir istisna hal vardır. Əgər xəstələrdə hipertoniya ilə yanaşı aşağı ətraf damarlarında ciddi bir patologiya vardırsa, damar xəstəlikləri, flebitin olması, tromboflebitin olması və s. damar xəstəliklərinin olması vanna prosedurlarını qəti qadağandır. İcazə verilmir. Bu həm damar baxımından ciddi bir fəsad yarada bilər, bu həm də gözlənilməz ani tromb hadisələrinə, bəli, tromboemboliyaya yol aça bilər. Maraqlıdır. Deyirlər, mart çıxdı, dərd çıxdı. Mart ayında çox olur ki, razısınızmı bu fikirlə? Təcili tibbi yardım stansiyasının həkimlərinin də belə başa düşürəm ki, işi mart ayında çox olur ki, bir tərəfdən şəkər buralar, qoğallar, hələ qışdan qalan şorabaları yeyib qutarmaq lazımdır ki, bu da təzyiqi qaldırır. Bu tərəfdən oruç tutanlar, olar olmaz həkim məsləhəti olmadan, öz müalicə həkimlə məsləhətləşmədən öz başına xroniki xəstəliyi olanların oruç tutması, bu tərəfdən tətillər, yuxu rejimimizin pozulması, gec yatmağımız və s. Həkimlər özünü necə qorur? Heç olubmu ki, sizin də təzyiqiniz qalxsın? Çünki rahat olmur bu xəstələrlə işləmək. Çox bizim üçün artıq aktual olan bir mövzuya toxundunuz. Buyurun. Demək, mart ayında ümumiyyətlə həm Novruzdan əlaqədar olaraq, həm sirkad ritmlərlə əlaqədar olaraq çağırışlar çoxdur. Həkimlərin, xüsusilə də təcili yardım həkimlərinin işi çoxdur ona görə ki, mart tətilində bütün poliklinik ambulator müəssisələr işləmir. Yükün hamısı bizim üzərimizə düşür.
Təcili yardım həkiminin də təzyiqi olur. Təcili yardım həkimləri arasında təəssüf ki, təzyiq xəstələri çoxdur. Yuxusuz qalırsınız çünki. Kardioloji xəstələrimiz çoxdur. Artıq bir çox həkimlərimiz aorta koronar şuntlama əməliyyatına məruz qalıb. İnsult keçirmiş xəstələrimiz çoxdur, diabet xəstələrimiz çoxdur. Amma bunlar bizim işimizə, necə deyərlər, mane olmur. Biz öz işimizdə, öz amalımızda hər zaman hazırıq. Mən sizə uğurlar arzu edirəm, Çox səbir təşəkkür arzu edirəm və Çox əhalimizə də təşəkkür edirəm. çağırış edirəm ki, maksimum maariflənək öz xəstəliyimiz mövzusunda. Çünki elə hallar olur ki, doğrudan da təcili tibbi yardım həkiminə, təcili tibbi yardım əməkdaşlarına ehtiyac olmur və siz sadəcə hansısa xəstənin həyatını qurtara biləcək anda o həkimdən, o təcili tibbi yardımın xidmətindən istifadə edirsiniz ki, bu nəticədə də başqa bir xəstə Təəssüf ki, bəli. o vaxt ərzində həyatını itirə bilər. Yəni daha vacib xəstənin yanında ola bilərsiniz. Mən istəyərdim ki, növbəti dəfə yaxşı olar ki, elə siz başlamışkən bu mövzunu davam edək. Nəzirə xanım yəqin bizi izləyir. Məmnuniyyətlə. Gələrsiz hansı hallarda təcili tibbi yardım çağırmamaq olar? Yəni xəstələr evdə özümüz yaxşı pis, yəni vəziyyəti necə dəyərləndirə bilərik? Bəli. Çünki biz nə qədər bu haqqda danışsaq, nə qədər təcili tibbi yardım həkimləri bu mövzularda müsahibəyə və söhbətə hazır olsalar, nə qədər çox informasiya versə, düşünürəm ki, əhali də bir o qədər maariflənəcək, bir o qədər məlumatlı olacaq və artıq hər xırda şey üçün təcili tibbi yardıma zəng etməyəcək. Çünki sizin də resurslarınız müəyyən bir çərçivədədir. Məhduddur, bəli. Əhali çoxdur, hamıya eyni anda çatmaq mümkün deyil. Mən uğurlar arzu edirəm sizə Çox işlərinizdə təşəkkür edirəm. və əhalimizə də bu mövzuda biraz səbirli davranmağa tövsiyə edirəm, arzu edirəm. Bilirəm, xəstəmiz yaxınımız olanda o anda panikaya düşürük. Bu həkim olsam mənim də başıma gəlib və hər gedən dəqiqə bizə saat kimi görünür. Amma inanın ki, o gələn həkim də yəni istəyir ki, siz razı qalasınız, sizə yardım etsin və hansısa bir insanın həyatını xilas etmiş olsun. Bunu gəlin bilək və bir-birimizə bu mövzuda biraz anlayışlı davranmağa çağırıram hər birinizi. Son olaraq təşəkkürümü bildirmək istəyirəm verilişimizin baş sponsoru Ştada şirkətinə. Belə ki, kalsium döyüş, nikamet, portağal və limon dadlı çeynəmə tabletlərini isə təqdim edir. Günə 3 fincandan artıq kofe içirsinizsə, siqaret çəkirsinizsə, spirtli içkilərdən istifadə edirsinizsə, hamiləsizsə, laktasiya dövründəsizsə, vegansızsa, o zaman sizin kalsium ehtiyacınız artmış olur və buna görə də təyinata uyğun kalsium döyüş, nikamet, portağal və limon dadlı çeynəmə tabletlərini istifadə edə bilərsiniz. Ştada şirkətinin bu preparatı 25 ildən artıq mövcuddur, sınanmış preparatdır. Hamilələr və 3 yaşdan yuxarı uşaqlar da istifadə edə bilər. Digər təşəkkürümüz idman həkimi Fərid Səlimovadır. Fizioterapevtik yanaşma ilə sizin xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılarından artıq daha tez və müasir idman yanaşması ilə müalicə təklif edir. 055 318 83 94 nömrəsinə zəng edib həkimin qəbuluna yazıla bilərsiniz. Bugünlük bu qədər. Qonağımız Sabunçu rayon təcili yardım bölməsinin həkim, anestezioloq, reanimatoloq doktor Emil Xudulu idi. Özünüzə yaxşı baxın. Tətil günlərində və ümumiyyətlə hər zaman sağlamlığınızı sağlam ikən qoruyun. Hələlik. Verilişin baş sponsoru Kalsi D3 Nikamet.